Quranın birləşdirici missiyası. İslamın ilkin formalaşma dövründə Ərəbistan yarımadası sərt qəbiləçilik və tayfaçılıq prinsipləri üzərində qurulmuşdu. Hər bir tayfa özünü müstəqil güc mərkəzi hesab edir, qarşılıqlı düşmənçilik və bitib tükənməyən silahlı toqquşmalar sosial mühitin ayrılmaz hissəsinə çevrilirdi. Belə bir parçalanma mühitində nazil olan Qurani Kərim, insanların dini, mədəni və hüquqi düşüncə tərzini köklü şəkildə dəyişdirərək onları vahid ideya, ilahi vəhy ətrafında birləşdirdi. Dünənə qədər bir-biri ilə amansız müharibələr aparan tayfalar, Quranın gətirdiyi vahid ümmət anlayışı çərçivəsində bir araya gəldilər. Burada vacib bir məqamı vurğulamaq lazımdır. Tayfaları birləşdirən Peyğəmbər olsa da, bu birliyin əsas vasitəsi məhz Quran idi. Çünki Rəsulullah vəhy gəlməzdən əvvəl də həmin insanların arasındaydı. Lakin bu möhtəşəm birlik yalnız vəhyin nazil olması ilə reallaşdı. Məntiqi sual. Bəs Peyğəmbəri görməyənlər necə və nəyin ətrafında birləşdilər? Bu tarixi fakt mühüm bir sualı doğurur. Geniş coğrafiyada yaşayan, Peyğəmbəri şəxsən görməyən və onunla ünsiyyətdə olmayan minlərlə insan necə eyni dəyərlər ətrafında birləşə bildi? Əgər Peyğəmbərin hər bir ayəni fərdi şəkildə izah etməsi həm coğrafi, həm də zaman baxımından qeyri-mümkün idisə, bu kütləvi həmrəylik nəyə əsaslanırdı? Bəzi iddialara görə Quranı yalnız Peyğəmbərin şifahi izahı ilə anlamaq mümkündür. Lakin bu yanaşma bir neçə məntiqi ziddiyyət yaradır. Əlçatanlıq problemi. Mərkəzdən minlərlə kilometr uzaqda yaşayan insanların hər bir ayənin izahını eşitmək üçün Peyğəmbərlə görüşməsi fiziki cəhətdən qeyri-mümkün idi. Praktik mümkünsüzlük. Peyğəmbərin bütün müsəlmanlarla fərdi qaydada görüşərək hər bir detalı izah etməsi real deyildi. Təhrif riski. Əgər bu izahlar yazılı deyildisə, ki, tarix bunun yazılı olmadığını sübut edir, yəni Peyğəmbərin zamanında yazılı izahlar olmayıb, bu zaman onların şifahi şəkildə ötürülməsi zamanla məlumatın təhrif olunmasına və ilkin mahiyyətindən uzaqlaşmasına şərait yaradardı. Şifahi ötürülən məlumatın bugün belə necə asanlıqla təhrif olunduğuna hər birimiz şahid ola biləyik. Tarixi faktlar göstərir ki, Peyğəmbərin dövründə Qurandan başqa heç bir əlavə izah mətni qeydə alınmamışdır. Şifahi rəvayətlərin yazıya köçürülməsi onun vəfatından təxminən 150-200 il sonra başlamış, sistemləşdirilməsi isə 400 il sonra baş vermişdir. Bu isə sübut edir ki, ilk İslam cəmiyyətini birləşdirən yeganə yazılı və mütləq mənbə məhz Quran olmuşdur. Quranın özünü izah prinsipi və aydınlığı. Qurani Kərim özünü bəyan, yəni aydın izah və hidayət, yol göstərən kimi təqdim edir. Bu o deməkdir ki, vəhyin məzmunu insan təfəkkürü üçün yetərincə açıqdır. Hətta Allah öz vəhyi üçün hədis, yəni söz, hekayət terminindən istifadə edir. Zümər surəsi 23. Deməli, Quranın daxili məntiqi əlavə bir şərh sisteminə möhtac deyil. Oğurluq etmə, ədalətli ol, ölçüdə və çəkidə aldatma, günahsız insanı öldürmə kimi universal prinsiplər hər bir insanın fitrətən anlaya biləcəyi dərəcədə sadədir. Bu, bəşəri dəyərlərin dərki üçün mürəkkəb rəvayət sistemlərinə ehtiyac yoxdur. İnsanlar məhz ilkin olaraq bu dəyərlər ətrafında birləşmiş və onlara qarşı çıxanlarla mübarizə aparmışlar. Burada belə bir sual yarana bilər. Bəs Nəhl surəsinin 44-cü ayəsində bəhs edilən izah edəsən sözü nəyin göstəricisidir? Lakin Quranın bütövlüyünə nəzər saldıqda görülür ki, Allah başqa bir ayədə vəhyi həm nazil etdiyini, həm də onu özünün izah edəcəyini bildirir. Buna ən bariz nümunə Quran daxilindəki səndən soruşurlar və ya biz ayələrimizi belə izah edirik ifadələri ilə başlayan, sonlanan ayələrdir. Bu ayələr göstərir ki, verilən sualların cavabı birbaşa Allah tərəfindən elə Quranın daxilində verilir. Yəni bir məsələnin izahı və cavabı artıq vəhy tərəfindən təmin edilmişdir. Allahın bir məsələni Quranda izah edib, digər mühüm məsələləri insanların öhdəsinə, yaxud şifahi rəvayətlərə buraxması nə dərəcədə məntiqə uyğundur? Nəhl surəsinin 64-cü ayəsində vurğulandığı kimi, kitabın nazil olma səbəbi insanların ixtilafda olduqları məsələləri aydınlaşdırmaqdır, izah etməkdir. O dövrün ən böyük ixtilafı isə tövhid, yəni Allahın təkliyi məsələsi idi. İnsanlar Allaha şəriklər qoşurdular və kitabın ən başlıca endirilmə səbəblərindən biri məhz bu fundamental yanlışlığı düzəltmək üçün idi. Peyğəmbərin əsas funksiyası vəhyi insanlara olduğu kimi çatdırmaqdır, təbliğ və bu həqiqət Quran ayələrində dəfələrlə qeyd olunur.
Allahın təkliyini bəyan edən yüzlərlə ayə mövcuddur. Ayələrdə açıq şəkildə deyilir: Allah təkdir, onun bənzəri yoxdur, yeri və göyü o yaradıb. Belə aydın və birbaşa ifadələrin əlavə, qeyri-adi bir izaha nə ehtiyacı ola bilər? İnsanların Allahın təkliyini anlaması üçün mürəkkəb fəlsəfəyə deyil, sadə və aydın həqiqətə ehtiyacı var idi. Məhz bu səbəbdən Allah buyurur, sonra şübhəsiz ki, onu bəyan etməkdə bizə aiddir. Qiyamət surəsi 17-19. Bu da sübut edir ki, Quranın ən mükəmməl izahı yenə də Quranın özüdür. Nəticə: birliyin yeganə ünvanı. Ümmətin ilk dövrlərdəki qüdrətli birliyinin təməlində məhz Quran dayanırdı. Peyğəmbər insanları bu vəhyin ətrafında topladı və vahid əxlaqi platforma yaratdı. Parçalanma isə yalnız Peyğəmbərin vəfatından sonra Qurandan kənar müxtəlif rəvayətlər və ziddiyyətli mənbələr dinə daxil edildikdə başladı. Quran bu təhlükə barədə insanlara öncədən xəbərdarlıq etmişdir. Hamınız Allahın ipindən, yəni vəhyindən möhkəm yapışın və parçalanmayın. Ali İmran surəsi 103. Allahın ipi məhz Qurandır. Onu tərk edən cəmiyyətlər firqələrə bölünərək zəifləməyə məhkumdur. Peyğəmbərə itayət də əslində onun gətirdiyi vəhyə tabe olmaqdır. Çünki onun özü haqqında Quranda belə buyurulurdu: Mən yalnız mənə vəhy yolunana tabe oluram. Ənam surəsi 50. Vəhyi gətirənin özü belə ona tabe olursa, biz niyə olmayaq? Burada digər bir ayəni xatırlamaq yerinə düşərdi. Peyğəmbər deyəcək: Ey Rəbbim, həqiqətən qövmüm bu Quranı tərk etdi. Furqan surəsi 30. Görünən odur ki, Quranı tərk edənlər mütləq parçalanacaqlar. Yekun olaraq, ümmətin yenidən bir araya gəlməsi və mənəvi böhrandan xilas olması yalnız bir yolla mümkündür. Qurana qayıtmaq və onu yeganə, yetərli rəhbər mənbə kimi qəbul etmək. Artıq ortada 1400 illik bir nəticə var. Ümmət dayanmadan parçalana-parçalana gedir. Yeri gəlmişkən, bu parçalanma əvvəlki ümmətlərdə, yəni kitab əhlində də baş vermişdir. Onlar da kitaba əlavələr etmiş, əsas kitabdan uzaqlaşmışlar.